Uzun illər kənddə məktəbin olmaması əhalinin savadsızlığına səbəb olur. Qubanın Ucar yaşayış masivindən olan Töhmər kəndindən gedir. Rayon mərkəzindən 23 kilometr məsafədə yerləşən kənddə vaxtilə 500 nəfərə yaxın sakin yaşayırdı. Amma bugün kənddə çox az sayda sakin qalıb. Məktəblə yanaşı burada həkim məntəqəsi, klub, kitabxana, mağaza da yoxdur. Sakit küçələr, sahibsiz qalan həyətlər, bağlı qapılar. Töhmərdə həyat bir zamanlar burada yaşayan insanların xatirələri ilə davam edir. 20-ci əsrin 90-cı illərindən kənddə olan ibtidai məktəbin dağılması təhsil nərdivanının birinci pilləsinin siması olub. 92 yaşlı kənd sakini Seyid Rəcəbov ürək yanğısı ilə kənddəki savadsızlıqdan və digər problemlərdən danışıb. İndi o vaxtı çətinlik idi də, neyiniyək, doktor yox, məktəb yox, başqa şərait yoxdur kəndçi üçün, kəndlilər üçün. Mecburdular ki, axır bildilər, bilmədilərsə dağıtıb çıxıb getdilər. Tip məntəqəsi yoxdur, məktəbi yoxdur, mağazini yoxdur. Yol çətinliyi, yol barəsində də yəni ki, demək olar ki, çətinlik çəkirik. Asfaltı yoxdur, daş yoldur, bəzi yerlərdə demək olar ki, daş yoxdur. Palçıq düşür. Bizim uşaqlarımız ümumiyyətlə savadsızlar. Deməli deyim sizə, hardasa burada bir 15-20 uşaq bu da hal-hazırda 30-dan yuxarı yaşları ki, təhsilləri yoxdur. Nəinki onların övladlarının da təhsilləri yoxdur. Qalıblar da belə, yəni ki... Məktəb, xəstəxana, yol, ona görə sonra bunlar heç biri yoxdur. Uşaqlarımız heç nə bilmir. Məsəl ki, əskər gidirlər, bir ad, bir formulə yaza bilmirlər, oxumayıblar, məktəb olmayıb. Kənddə məşğulluğun təmin olunması, turizm potensialının inkişaf etdirilməsi bir qism gedənlərin qayıtmasına məncə səbəb ola bilər. Qonşu kəndlərdə və rayon ərazisində olan digər məktəblərdə uşaqları oxutmaq lap məşəqqətdir. Bu həm təhlükə, həm də əlavə xərc deməkdir. Bütün çatışmamazlıqlara baxmayaraq, hazırda burada yaşayan sakinlər öz ata-baba yurtlarında olan bağlılığı qırmayıblar. Bir neçə il bundan əvvəl Cağacıq kəndi, Küçəyi, Talabı qışlaq, Xaraşa, Talabı, Töhmər, Qamqam yolu çəkilib. Lakin bu yol asfaltlanmayıb. Sakinlər bildirir ki, bu yol asfalt olsa, sərfəli və gəlirli turizm marşrutu açılar. O ki qaldı yeni məktəbin tikilməsinə, Quba rayon təhsil sektorundan verilən məlumata görə hazırda Töhmər kəndində şagird sayının yetərli olmaması səbəbindən burada yeni təhsil ocağının inşası nəzərdə tutulmur. Cəmlə Nəsir qızı Aydın Adgözəlov, Həcər Əsənova bugün informasiya proqramı üçün.